Salam əziz izləyicilər, ədəd mövzusunun izahına testlərimizə davam edək. Bizə deyir, əmr ədatı işlənmiş cümləni müəyyən edin. Siz ki mənə inanırsınız, burada ki qüvvətlendirici ədatdır. Qüvvətlendirici ədatdır, bizdən əmr ədatı istəyir. Kaş səninlə gedəydim, kaş arzu ədatıdır. Axı, mənim heç nədən xəbərim yoxdur. Axı, qüvvətlendirici ədatdır. Siz gülərdən niyə qorxursuz ki? Burada ki sual ədatıdır. Bu barədə heç kəsə bir söz demə ha. Burada ha əmr ədatıdır. Sualımızın cavabı olacaq E variantı. Arzu ədatı işlənmiş cümləni müəyyən edin. Elə şirin-şirin danışmağım var. Burada elə qüvvətlendirici ədatdır. Yanıldım, doğrusu uyub aldandım. Burada doğrusu modal sözdür. Cümlədə ədat yoxdur. Kaş ki düşməyəydim bu saraylara. Burada kaş ki arzu ədatıdır. Sualımızın cavabıdır. Bu sənin həyatında ən əlamətdar hadisə idi. Ən, lap, bunlar qüvvətlendirici ədatdır. Bəli, sən bunu bilirsən. Bəli, təsdiq ədatıdır. Hansı cümlədə ədatın yazışında səhifə yol verilib? A bəndində yazsana, nə gözləyirsən? Burada sana şəkilçiləşmiş ədatdır, sözə düzgün yazılıb, sözə bitişik yazılmalıdır, düzgün yazılıb. Bax, bax, evə çatanadək uşağın əlini buraxma. Burada bax əmr ədatı da ayrı yazılmalıdır, düzgündür. Bura bax, səndəmi bununla razı deyilsən? Burada səndəmi, dadə bağlayıcısından sonra bu mi ayrı yazılmalıdır, amma burada bitişik yazılıb. Elə yanlış cavab budur. Bunu sən Arifə mi tapşırırsan? Burada düzgün yazılıb, yanlış da yoxdur. Daha bizə baxmazsan da, burada da yenə day ayrı yazılmalıdır, düzgündür. Keçək növbəti 4-cü testimizlə davam eləyək. Cümlələrin birində tək sözü ədat kimi işlənmişdir. Deyir ki, o universitetə tək gəlmişdi. Burada tək sözü hərəkətə aiddir, zərfdir. Evdə tək qalmaq qorxulu deyil. Yenə tək qalmaq hərəkətə aiddir, zərfdir. Səlim ailənin tək övladıdır. Tək ismi izah eləyir, sifət mövqeyindədir. Tək o bu işləri bacara bilərdi. Yalnız o bu işləri bacara bilərdi. Elə D bəndində ədatdır. Eldar pəhləvan tək meydana atıldı. Burada da tək qoşmadır, ədat deyil. Hansı cərgədə əmr ədatı yoxdur deyir bizə. Əmr ədatı yoxdur. Deməli, elə məhz əsil bunlar məhdudlaşdırıcı ədatdır. Kaş da arzu ədatıdır. Elə A bəndində yoxdur. Sonra əmr ədatı yoxdur deyir. B-də məsələn D əmr ədatı var. Ona görə B-ni çıxırıq. Deməli, bax əmr ədatı var. C-ni çıxırıq. D-də qoy əmr ədatı var. Gəlsənə əmr ədatı var. Çıxırıq. E-də nə var? E-də. Dadə oxu da, məsələn, əmr ədatı kimi də düşünə bilərik. Hanı da yenə elə, yəni ona görə burada da əmr ədatı var. Hansı cümlədə ədat işlənməmişdir? 6-cı testimizlə davam edək. Bu barədə heç kəsə bir söz demə ha. Burada ədat işlənib var. Siz ki mənə inanırsınız. Burada bax, siz ki qüvvətləndirici ədatdır, işlənib. Dayan, mən də bir kəlmə deyim də. Burada mən də, burada sadalama intonasiyası var, bağlayıcıdır. Deyim də ədat var, burada da işlənib. Məgər siz sabah yola düşürsünüz? Deməli, burada məgər sual ədatı var. Həyat sevincin qədər əzabın da şirindir. Burada əzabın da burada dadə bağlayıcıdır, ədat deyil. 6-cı sualın cavabı olacaq E variantı. 7-də deyir ki, bəli, bu işin öhdəsindən sən gələ bilərsən. Abbasqulu bəy cümləsində ədatın məna növünü müəyyən edin. Bəli, təsdiq inkar ədatıdır. Cavabımız elə, daha doğrusu təsdiq ayrı-ayrı verib. Burada təsdiq ədatıdır. 7-ci sualımızın cavabı olacaq B variantı. B variantı. 8-də deyir, cümlələrin birində düz sözü ədat kimi işlənmişdir. Balaca Səid bütün sözləri düz yazmışdır. Hərəkətə aiddir, hərəkəti izah eləyir, zərfdir. Bu düz al-əlvan çiçəklər, qırmızı lalələrlə örtülmüşdür. Burada düz isimdir. Gördüyümüz düz yol Goranboydan keçir. Burada düz yol, hansı yol? Sifətdir. Süsən görüşə düz vaxtında gəldi, laf vaxtında gəldi. Burada D-də ədatdır. İsti çörəkləri təmiz süfrənin üstünə düz. Burada da hərəkət məzmunu bildirir, feildir. 9-cu sualda cümlələrdən birində 3 ədat işlənmişdi deyir. 3 ədat işlənmişdi. Məgər sən elə danışmamışdın ki, burada məgər sual ədatıdır, ki sual ədatıdır. Elə burada əvəzlikdir. Ona görə burada 2 ədat işlənib. Gəlsənə tətildə bir Şamaxıya da gedək. Gəlsənə əmr ədatıdır. Bir qüvvətləndirici ədatdır. Burada Şamaxıya da, burada dadə bağlayıcıdır. Ona görə burada bir ədat, daha doğrusu 2 ədat var. Bəli, artıq uşağı da özünlə apara bilərsən. Burada bəli, təsdiq ədatı var. Artıq qüvvətləndirici ədatı var. Uşağı da bağlayıcı var. Özünlə kimlə qoşma var. Yəni yenə 2 ədat var. Olduqca gözəl bir rəsm əsərinə görə mükafat aldı. Burada olduqca gözəl, deməli olduqca qüvvətləndirici ədat var. Bir rəsm əsərinə görə, bir burada sayda, səhv eləmirəmsə, burada ümumiyyətlə ədat yoxdur. Elə ancaq buna görə mi incimişdin? Elə ədatı var, məhdudlaşdırıcı, ancaq qüvvətləndirici, ancaq yenə deməli, elə daha doğrusu dəqiqləşdirici, elə əsl məhz dəqiqləşdirici, ancaq məhdudlaşdırıcı. Buna görə mi? Burada da sual. Elə sualımızın cavabı olacaq 9-da E bəndi.
Gələk 10-cu sualımızla davam eləyək. Onda bizə nə deyir? Onda deyir ki, altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Qoy təbiət baharı qarşılasın. Burada qoy ədatdır, əmr ədatıdır. Bir ay tamam oldu. Düz bir ay, bir gün. Burada da yenə düz sözü ədatdır. Gördüm, ancaq tanıya bilmədim. Yerinə amma, lakin qoya bilirik, bağlayıcıdır. Deməli, C bəndində ədat deyil. Belə uşaqlar ancaq fərdi şəkildə hazırlaşmağı xoşlayırlar. Yalnız təkcə belə, burada da ədatdır. Məşədə Haşim düz yarım saat danışdı. Nə qədər, daha doğrusu, lap yarım saat, düz yarım saat danışdı. Burada da yenə ədatdır, düz sözü. Cavabımız olacaq C bəndi. Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Ah, necə kef çəkməli əyyam idi, onda ki övlad-ı vətən xam idi. Deməli, necə də, ki də hər ikisi ədatdır. Burada hər ikisi qüvvətləndirici ədatdır. Qoy var olsun elm var. Yenə qoy sözü də ədatdır. Necə gözəl havadır. Necəni cümlədən çıxarda bilirik. Ədatdır. Qoy gəlsin əylənib gülüşək biraz. Vaqif dramındandır. Burada da gəlsin əylənib gülüşək biraz. Deməli, əmr ədatı da çıxarda bilirik. Burada nizamiyə bax, Füzuliyə bax. Bax, burada feildir. Cavabımız olacaq E bəndi. 12-ci sualda altından xətt çəkilmiş sözlərdən biri ədatdır. Görürsən də nələr oldu. Elə burada ədatdır. Görürsən də nələr oldu. A bəndində ədatdır. Səndə bu ellərin qüdrəti vardı. Burada kimdə? Yerli kal şəkilçisidir. Gündə bir yeni söz eşidirəm. Burada leksik şəkilçidir. Nə vaxt, nə zaman. Onu nəzarətdə saxlayın. Burada da yenə hal şəkilçisidir. Nəriman da bu məsələdən xəbərdardır. Nəriman da burada bu bağlayıcıdır. 13-cü testdə. Nümunələrin birində ki ədat kimi işlənmişdir. Deyirlər ki, yaxın günlərdə yeni körpünün açılış mərasimi olacaq. Burada ki cümləni cümləyə bağlayıcıdır. Mən ki candan keçirəm sevgili cananım üçün. Burada ki qüvvətlendirici ədatdır. Elə cavabımız B bəndi. Bizimki heç vaxt gətirmir bacı. Burada ki bitişik yazılmalıdır. İsim düzəldən leksik şəkilçidir. Dünənki qonaqlıqdan sonra işçilər həyətdə səliqə səhman yaratdılar. Dünənki burada ki leksik şəkilçidir. Sifət düzəldir. Rayondan xəbər gəldi ki, burada da ki, yenə bir cümləni digər cümləyə bağlayıb, ona görə buradakı ki də bağlayıcıdır. Cavabımız oldu B variantı. 14-də bizə nə deyir? 14-də deyir, hansı cümlədəki ədatla məntiqi ardıcıllığı tamamlamaq olar? Hansı cümlədəki ədatla məntiqi ardıcıllığı tamamlamaq olar? Deməli, baxırıq nəyə? Deyir, yəni, məgər bunlar sual ədatlarıdır. Sən nə vaxta kimi cəmaatın adından danışacaqsan, burada heç ümumiyyətlə A bəndində ədat yoxdur. Onun, yəni Kərimlinin danışığı hamıda maraq oyatdı. Yəni, burada bağlayıcıdır, burada da ədat yoxdur. Bəs Trabzonda Fatih Sultan Məhəmmədlə niyə danışığa getmişdin? Deməli, elə bax, burada bəhs sual ədatıdır. Burada da, yəni, məgər sual ədatıdır. Elə bu ardıcıllığı bu davam elətdirə bilər. Hansı dağa maralısan? Burada da sual əvəzliyi var, ədat yoxdur. Sən ki, yaranışdan oxşar olmadın, ancaq özün kimi böyüksən özün. Burada da sən ki, qüvvətləndirici ədatdır. Yəni, bizdən sual ədatlarını istəyir. Ona görə cavabımız olacaq C variantı. Hansı cümlədə ki, ədat kimi işlənib? Elə yaşa ki, sonra utanmayasan. Yenə, bax, ki, cümləni cümləyə bağlayıb, tabeli mürəkkəb cümlədir. Burada ki, bağlayıcıdır. Atalar deyib ki, yenə cümlədir, cümləyə bağlanıb, bağlayıcıdır. Mən bilirəm ki, burada da cümlədir. Onun ki, bu məsələdən xəbəri yoxdur. Bax, burada ədatdır. Qüvvətləndirici ədatdır. Danış ki, ürəyin boşalsın, yenə danış bir cümlə. Ürəyin boşalsın bir cümlə. Burada bağlayıcıdır. 15-ci sualımızın cavabı oldu D variantı. 16-da deyir, cümlələrdən birində təkcə sözü ədat kimi işlənmişdir. Təkcə sözü ədat kimi işlənmişdir. Baxaq görək. Güləsərin arasında təkcə güllərin arasında təkcə qızıl gül yox idi. Burada yalnız qızıl gül yox idi, ancaq qızıl gül yox idi. Elə burada təkcə sözü ədatdır A bəndində. Mən sahədə təkcə işləyirdim. Təkcə hərəkəti izah eləyir, zərfdir. Xalam evdə təkcə oturmuşdu, yenə hərəkəti izah eləyir, zərfdir. O tarlada təkcə işləyir, yenə zərfdir. Şumun ortasında təkcə dayanan, burada da zərfdir. Cümlələrin birində təkcə sözü ədat kimi işlənmişdir. Zümrüd xanım bu böyük mülkdə təkcə yaşayırdı. Hərəkətə aiddir, zərf mövqeyindədir. Təkcə Çinarın kölgəsində pürrəngi çaydan içir, şirin-şirin söhbət edirlər. Burada tək Çinar ismə aiddir, sifətdir. Deməli, baba həyətdə təkcə oturmuşdu, hərəkətə aiddir, zərfdir. Təkcə sən yoxsan, əzizim, gözləyirik. Yalnız sən yoxsan, burada bax, ədatdır. Rəhim müəllim yolun kənarında təkcə dayanmışdı, yenə hərəkətə aiddir, zərfdir. 18-ci sualımızla davam eləyək. 18-də deyir, sual ədatı işlənmiş cümlələri müəyyən edin. Görəsən onu tapdılar. Görəsən burada modal sözdür. Nə üçün Məmməd işdən çıxdı? Burada sual əvəzliyi var. Məgər
sual ədatı var, 3-ü götürürük. Bəs müəllim olmaq istəmirdin, 4-də də deməli bəs var, götürürük, 3, 4. Sən necə əsərləri xoşlayırsan? Burada necə sual əvəzli idi. Maraqlıdır, o bizimlə razılaşacaqmı? Bax, burada sual ədatı var. Cavabımız olacaq 3, 4, 6. A variantı. 19-da deyir, mənim nə dərdim var, tək ki sən yaşa. Of qacar, vicdanın döndü mü daşa. Bizdən nə istəyir? Bizdən ədatın hansı məna növlərinin işləndiyini. Baxırıq, of qacar deyir, mənim nə dərdim var, tək ki sən. Tək ki arzu ədatı var. Of qacar, vicdanın döndü mü daşa. Mumi də sual ədatı var. Elə cavabımız olacaq 19-da B variantı. Gələk 20-ci testimizdən davam eləyək. 20-də deyir, nə sözü hansı cümlədə ədat kimi işlənmişdir? Səltənət nə dönür, nə də tərpənir. Nə də cümlədə təkrar olunur. Bağlayıcıdır. Baxmaqdan nə ürək, nə də göz doyardı. Burada da yenə sadalama intonasiyası var, bağlayıcıdır. Bahar gəldi, nə gəldi? Qüvvətləndirici ədatdır. Bax, burada C-də ədatdır. O nə dinir, nə də danışırdı. Yenə təkrar olunur, bağlayıcıdır. Nə düşər yurdu getmiş bir igidin payına. Burada da nə sual əvəzli idi. Ədat deyil. Cavabımız oldu C variantı. Cümlələrin birində ki ədat kimi işlənmişdir. Dünənki hadisə onu sarsıtmışdı. Burada dünənki leksik şəkilçidə sifət düzəldib. Sən ki həmişə onu təriflərdin. Burada ki qüvvətlendirici ədatdır. Cavabımız B variantıdır. Elə danış ki, sonra peşman olmayasan. Bax, burada ki iki cümləni bir-birinə bağlayıb. Bax, buradakı ki iki cümləni bir-birinə bağlayıb, bağlayıcıdır. Dikdim ki izim qalsın. Yenə cümləni cümləyə bağlayıb, bağlayıcıdır. Ona çəpəki baxışla süzdü. Burada da çəpəkidir. Elə burada da ədat yoxdur. Cümlələrin birində iki ədat işlənmişdir deyir. 22-ci testdə. Gör nə gözəl havadır. Gör əmr ədatıdır, nə də qüvvətləndirici ədatdır. Elə A bəndində 2 ədat var. Bu xalını təkcə sən toxumusan. Deməli, təkcə sən toxumusan. Burada bir dənə ədat var. Gözləyək ancaq gələcəkmi? Burada ancaq bağlayıcıdır, mumi ədatdır. Yəni bir ədatımız var. Belə sözlər lap adamın ürəyini açır. Burada belə söz, belə əvəzlikdir, lap da ədatdır. Qüvvətləndirici ədatdır, bir ədat var. O necə adamdır? Burada da necə sual əvəzliyidir. Ona görə cavabımız olur A variantı. 23-cü sualımızdan davam eləyək. 23-də deyir ki, hansı cümlədə ədat kimi işlənmişdir? Bildir ki, hadisə hələ də unudulmamışdır. Bildir ki, leksik şəkilçidir, sifət düzəldib. Dünənki hadisədən sonra fikrimi dəyişdirmişdim. Yenə leksik şəkilçidə hansı sualına cavab verir? Qapı yenicə açılmışdı, Səlimənin səsi eşidildi. Yenə bax, bir cümlə, bir cümlə. Cümləni cümləyə bağlayıb ki, tabellik bağlayıcısıdır. Bizdən ədat istəyir. O qapının ağzında dayanmış gəncə çəpəki baxdı. Yenə burada da ədat yoxdur. Sənə ki dəfələrlə demişəm, bax, burada ki ədatdır. Qüvvətləndirici ədat. 24 ədatlar hansı cümlələrdə işlənmişdir? Şair, gəl aldanma dünya varına. Bax, burada gəl əmr ədatı işlənib. Birdə var. Yoxdur bu torpaqda sizin tək şair. Burada qofma var. Ədat yoxdur. Kəşki torpağı tapşırığı vaxtında yerinə yetirəydim. Kəşki arzu ədatı var. 1-də, 3-də. Bəh-bəh, kitab bağlandı. Burada bəh-bəh nidadır. Ədat yoxdur. Mən ki bütün qaydalara əməl edirəm. Bax, burada ədat var. Cavabımız olacaq 1, 3 və 5. 25-də altından xətt çəkilmiş sözlərdən biri ədat deyil. Qoy var olsun elin varı. Qoy əmr ədatıdır. Necə yəni gəlməyib? Deməli, necə yəni gəlməyib? Yəni burada yəni gəlməyib. Yəni burada da yenə ədatdır, qüvvətləndirici ədatdır. Bax sənə deyirəm ha, ədatdır. Uşaqlarına yaxşı bax, korluq çəkməsinlər. Burada bax feildir, hərəkət bildirir. Cavabımız D bəndi. Ax necə kef çəkməli əyyam idi. Onda ki vəvladı vətən xam idi. Burada da yenə necədir, ki idi, hər ikisi ədat. Gəldi 26-cı testimizə. 26-da deyir, aşağıdakı cümlələrin hansında ki ədat kimi işlənmişdir? Kitab mənimkidir. Yenə burada ki leksik şəkilçidir, isim düzəldib. Sən oxuyursan ki, yaxşı biləsən. Deməli, deyir, sən oxuyursan ki, yaxşı biləsən. Burada oxuyursan ki, yəni burada ki bağlayıcıdır. O ki belə demirdi, elə burada bax C bəndində. C bəndində ədatdır. O bildirdi ki, anası narahatdır. Burada da yenə ki, bağlayıcıdır. Cümləni cümləyə bağlayıb. Elə o saat tapşırdım ki, yenə cümləni cümləyə bağlayıb ədatdır. Sonra 27-də cümlələrin hansında da ədat kimi işlənib? Gedək də nə durmusan? Elə A bəndində da ədat kimi işlənib. Şəhərdə bir nigarançılıq duyulurdu. Burada dadə yerli kal şəkilçisidir. Onda sən hələ uşaq olardın. Onda o zaman nə vaxt? Bu zaman zərfidir. Yağış yağsa da, yağmasa da deməli arxlar təmizlənməlidir. Əslində burada yağsa da, yağmasa da arxlar təmizlənməlidir. Burada 2 dənə ədat var. Bax, burada da var ədat. Hansında da ədat kimi işlənib? Burada da. Yəni ki, bu cümlədə 27-ci testimizdə 2 cavab var. A və D. Yəni, biz bilirik ki, burada təkrar olunur.
belə deyək də, siyasi şərt çəkilisindən sonra işlənən da bağlayıcı yox, ədatdır. Ona görə A və D. Kənd də, şəhər də bu işdən kənarda qalmaq istəmir. Burada da sadalama intonasiyası var, bağlayıcıdır. 28-ci testimizlə davam edək. 28-ə bizə nə deyir? Elə sözü hansı cümlədə ədatdır? Müəllim elə uşaqları həmişə fərqləndirirdi. Elə sözü necə uşaqları əvəzlikdir. Elə içəri girmişdi ki, bayırdan güclü şaqqıltı eşitdi. Bax, burada ədatdır. B-də ədatdır. Onu elə bil yuxudan oyatdılar. Burada elə bil vergülsüz işlənən modal sözdür. Eləsi gərək geri qayda idi. Yenə elə sözü əvəzlikdir, isimləşib. Hey deyirəm ki, elə olmaz, eşitmək istəmir. Burada da yenə elə olmaz, belə olmaz, yenə əvəzlikdir. Sual ədatı hansı nümunədədir? Ancaq bu sözləri yadında saxla. Burada ancaq bu sözləri yadında saxla. Burada bu sual ədatı deyil. Sual ədatı bəs, məgər, yəni mumi. Deməli, mən ki, bu da qüvvətləndirici ədatdır. Sən mənim qədrimi biləsən deyə bu cavan yaşında ölümmü indi? Ölümmü? Bax, elə C bəndində sual ədatı var. Var, yada sal məni, arzu ədatı var. Qoy, əmr ədatı var. Nümunələrin birində nə ədat kimi işlənmişdir? Sən buna nə deyirsən? A bəndində. Deməli, nəni istəyir bizdə? A-da deyirsən buna nə deyirsən? Nə burada sual əvəzliyidir, sual məzmununu qoruyur. Lamiyə, bu barədə nə bilirsən? Yenə, nə sual əvəzliyidir. Deməli, A, B getdi. Eldar nə dindi, nə də danışdı, nə dinirdi, nə də danışırdı. Burada nə də təkrarlanır. Deməli, bağlayıcıdır. Xəstə nə söylədiyini özü də bilmirdi. Burada nəyi söylədiyini yenə tamamlıq vəzifəsindədir. Daha doğrusu, nə söylədi bilmirdi, kim özü. Deməli, burada əvəzlikdir. Fe'li sifət tərkibinə daxildir. Nə gözəldir dağ döşündə bulaqlar. Burada nəyini çıxarda bilirik? Deyir, gözəldir dağ döşündə bulaqlar. Burada nə? Qüvvətləndirici ədat. 30-da cavabımız oldu E variantı. Gələk 31-ci testimizlə davam edək. 31-də bizdən nə istəyir? 31-də deyir, hansı cümlədə iki ədat işlənmişdir? Dostum, yəni İlqar təzə gəlib. Burada yəni bağlayıcıda aydınlaşdırma bağlayıcısıdır. Deməli, əlavə ilə aid olduğu üzv arasında işlənib. O niyə gəlmədi ki? Bax, burada bir dənə ki var, sual ədatı var. 3-cə gündən sonra imtahan başlayır. Burada 3-cə gündən sonra C burada ədatdır, amma sonra qofmadır. 2 ədat yoxdur bu cümlədə də. Artıq vaxt yetişib, qoy gəlsin. Bax, burada bir artıq və qoy ədatlardır. Daha doğrusu 2 dənə ədatımız var. Qarşıda olduqca gözəl meşə vardı. Burada bir dənə ədat var. Ona görə cavabımız olur D variantı. 32-də deyir, hansı cümlələrdə ədat işlənmişdir? Elə biz də bu məsələdən narahatıq. Deməli, ədat işlənmişdir. Deməli, elə burada ədatdır, biri götürürük. Yoxdur, bu torpaqda şair sizin tək. Bu tək qoşmadır. Axı, mən insanam, arzularım var. Bax, burada axı ədatdır. Ah, nələr duyuram onun səsində, ah, nidadır. Bir də evə gecikmərəm, lap arxain ol. Lap burada yenə ədatdır. Cavabımız olacaq 1, 3 və 5. Ədat işlənmiş cümlələri müəyyən edin, deyir. Tək o mənim dərdimə çarə tapa bilər, yalnız o mənim dərdimə çarə tapa bilər, məhdudlaşdırıcı ədatdır. Deməli, biri götürürük. Şərqiyə şəhərə tək getmişdi, hərəkəti izah eləyir, bu burada zərfdir. Çıxırıq, tək oğlu orduya çağırmırdılar. Burada tək oğul, tək sözü sifətdir, ismi izah eləyir. Tək ki, Qarabağımız işğaldan azad edilsin, hər çətinliyə dözərik. Tək ki, burada arzu ədatıdır, götürürük, deməli 1, 4. O da sənin tək inatkardır. Burada o da sənin tək bitişik yazılıb qoşmadır. Cavabımız olacaq B variantı 1 və 4. Gələk 34-cü testimizlə davam edək. 34-də bizə nə deyir? Deyir, sadalanan xüsusiyyətlər hansı köməkçi nitq hissəsinə aid edilə bilər? Baxaq görək. Cümlədə fikrin təsirli ifadə olunmasına kömək edir. Arzu, xahiş mənalarını gücləndirir. Cümlədən çıxartdıqda məna dəyişikliyi baş vermir. Elə ədatın xüsusiyyətləridir. 35-ci testimizlə davam edək. 35-də deyir, hansı cümlədə fikrin təsir gücünü artıran söz var. Nə gözəl yaraşır muğana ceyran. Elə A bəndində ədatdır. Nə danışır, nə yazır. Burada əvəzlikdir. Meşədən nə yığdın? Yenə əvəzlikdir. Sonra, həqiqətən ordumuzun qələbə əzmi güclüdür. Burada da həqiqətən modal söz işlənib, başqa ədat yoxdur. Çay boyunca var gəl etdik. Burada da çay boyu ilə, burada da qoşmadır. Yəni ki, ona görə cavabımız A variantı. 36-da deyir, hansı cümlədə vergül ədatla bağlıdır? Xeyr, ayağım Təbrizə dəyməyib. Elə burada vergül ədatla bağlıdır deyir. Elə A bəndində. Təsdiq, inkar ədatları biz bilirik ki, vergüllə ayrılır bir qismi. Elə cavabımız A-dır. Əl verdilər, hətta qucaqlaşdılar. Burada hətta bağlayıcıdır, vergül ondan bağlıdır. Doğrudan da modal sözdür. Ah, nə üçün dostluğa xahiş çıxanlara cəza tədbiri yoxdur? Burada da nidadır. Gah başına, gah döşünə vurma əkinçi. Burada da gah bağlayıcıdır. 37-də hansı cümlədəki səhv ədatın yazılışı ilə bağlıdır deyir bizə.
Yurdumuzda mübariz tək oğullar çoxdur. Burada yanlış var. Yanlış yazılmış belə deyək də söz var, amma tək burada qoşmadır. Yəni ona görə ədatla deyil. Doğrudan da xalq hakimiyyətin mənbəyidir. Burada ümumiyyətlə yoxdur heç nə. Bu söz onun ağlına batdı, hətta onu utandırdı. Deməli, burada elə bir məqam varmı ki, bu söz onun ağlına batdı, hətta onu utandırdı. Burada heç səhv ümumiyyətlə yoxdur. Oxay necə soyuq sudur, burada da yoxdur. E-də nə yazıb? Yalnız yazıb. Yəni burada bu yalnız yazılmalıdır. Bəziləri belə düşünür və danışır. Əslində uyğunsuz sualdır, amma E bəndidir. Hərf səhvi var. Sonra 38-ci sualımızla davam eləyək. 38-də deyir, hansı cümlədəki səhv ədatın yazılışı ilə bağlıdır? Cəfərdə yeni təşəbbüsü alqışladı. Burada heç bir ədat yoxdur, ümumiyyətlə yanlışlıq da yoxdur. Sarvan təzə dəzgahlarla məşğul idi. Burada dəzgahlarla, burada yazılış var, belə deyək də, yazılışda yanlışlıq var. Amma qoşmanın yazılışında yanlışlıq var. C-də səndəmi kitabxanada idin? Bax, burada mumi yenə ayrı yazılmalıdır. Dadə bağlayıcısından sonra gəlirsə, səndəmi ayrı yazılmalıdır və bitişik yazılıb. Ona görə yanlışlıq budur. Noğulum, şəkərim yatsana. Düzgün yazılıb burada. Bugün tək aydın məsələdir. Burada da yanlışlıq yoxdur. 38-də cavab C variantı. 39-da deyir, ədatlardan birinin qrammatik mənası fərqlidir. Deməli, qrammatik mənası fərqlidir deyir. Qoy mən yenə söhbət açım öz diyarımdan. Bax, burada qoy əmr ədatıdır. Bir danış eşidək, yenə əmr ədatıdır. Gəlin əmr ədatıdır. Bax, bu gözəlliyə, burada da əmr ədatıdır. Amma ən burada nədir? Qüvvətləndirici ədatdır. Qrammatik məna növü fərqlidir. Ədat işlənmiş cümlələri müəyyən edin. Kəmərdən qiymətli sizdə nə var ki? Elə, deməli, 40-cı testimizdə. Vaqif əsərindən də bu cümlə. Deməli, burada deyir, kəmərdən qiymətli sizdə nə var ki? Bax, burada ki, sual ədatı var. Bizdən elə ümumi ədat işlənmiş cümlələri istəyir. Zəng təzə vurulmuşdu ki, burada müəllim sinifə girdi. Bu tabeli mürəkkəb cümlədə çıxdıq. Tək balamsan, sənsiz burada qalmaram deyir. Deməli, burada da tək balamsan, bu sifətdir, burada yoxdur. Bircə gəlsin, görüm ki, nə istəyir. Bax, burada bircə ədatdır. 2 bağlayıcıdır, amma bircə ədatdır. Deməli, biz 1-i və 4-ü götürməliyik. Daşmı zənn edirsən, sən bu qəlbimi? Daşma. Bax, burada bu sual ədatıdır. Deməli, 5-i də götürməliyik. Ocaq söndü, ancaq tüstüsü kəsilmirdi. Burada amma ilə əvəz eləyə bilirik. Deməli, bu bağlayıcıdır. Olacaq cavabımız 1, 4, 5. B variantı. Gələk 41-ci testimizdən davam edək. 41-də deyir ki, hansı cümlədə ədat işlənmişdir? Bu işi ancaq sən görə bilərsən. Deməli, ancaq sən görə bilərsən, təkcə sən görə bilərsən. Məhdudlaşdırıcı ədatdır. Sonra, deməli, 1-i götürürük. Həll edə bilərdim, ancaq vaxtım çatmadı, amma vaxtım çatmadı. Bu, qarşılaşdırma bağlayıcısıdır. Kənarda tək dayanıb gəlib gedənə baxırdı. Tək dayanmaq bu hərəkəti izah eləyir, zərfdir. Təkcə sənə gümanım gəlir. Ay oğul, yəni burada da yalnız sənə gümanım gəlir. 1-də, 4-də. Sonra, bir sənin yolunu seçdim bu dünyada. Burada da yalnız sənin yolunu seçdim. 1, 4, 5 olacaq cavabımız. Dağı aşan kimi gözəl mənzərəyə rast gəldik. Burada da kimi qoşmadı. Oldu 1, 4, 5. Gəldik 42-ci sualımızla davam edək. 42-ci sualda bizə nə deyir? Ədatlar işlənmiş cümlələri müəyyən edin. Lazımsız kağızları da yığışdırın. Kağızları da, əşyaları da. Burada dadə bağlayıcı da sadalama intonasiyası yaradır. Vaxt artıq gəlib çatmışdır. Artıq deməli ədat ola bilər, bir də artıq sifət ola bilər. Vaxt gəlib çatmışdır. Cümlədən çıxarda bilirik. Ona görə ədatda 2-ni götürürük. Biz səni də nəzərdə tutmuşuq. Səni də, onu da sadalama intonasiyası var, bağlayıcıdır. Su axar, səmtini tapar. Ancaq bunun nə demək olduğunu hər adam başa düşməz. Burada amma, yalnız, amma, lakin əvəz eləyə bilirik. Bu bağlayıcıdır. Laf vaxtında gəlmişsiniz, laf ədatdır. 2-də və 5-də oldu ədat. Hansı sıradakı işarələnmiş sözlər yalnız ədat kimi işlənmişdir? Gəlsənə, bugün kitabxanaya getməyək. Bax, burada deməli, bizə nə deyir? Deyir, yalnız ədat kimi işlənmişdir, deyir. Deməli, bax, burada bütövlükdə ədatdır, bəli, doğru fikirdir, elə 1-i götürürük. Qoysana, biraz dincələk, burada da bütövlükdə ədatdır. Sən də bir bizim tərəflərə gəlsənə. Burada feil, gəl plus ədatdır, bax, gəl plus ədatdır, yəni feil plus ədatdır. Bütövlükdə ədat götürə bilmərik. Kitabı yerinə qoysana, yenə burada feildir, plus ədat. Amma birinci, ikinci cümlədə bütövlükdə ədatdır. Yəni, biz bunları bütövlükdə cümlədən çıxarda bilərik. Ona görə cavabımız olacaq D variantı. 44-cü testimizlə davam eləyək. Ki, hansı cümlədə? Ki, ədat kimi hansı cümlədə işlənmişdir? Harama, halala baxan kimdir ki?
Deməli, deyir harama, halala baxan kimdir ki? Sual məzmununu qoruyur, saxlayır. Deməli, burada ədatdır. Dedi ki, gözləsin, indi gəlirəm. Bax, dedi ki, bu cümlədir, bu da bir cümlədir. Yəni, cümləni cümləyə bağlayıb, deməli, bu da bir bağlayıcıdır. Mən ki, heç nə demirəm. Burada bax, ki, ədatdır, qüvvətləndirici ədatdır. 1, 3 götürürük. Siz Güləsərdən niyə qorxursunuz ki? 2 sual ədatıdır. Elə bunu da götürürük. 1, 3, 4 olacaq. Mehmanın arzusu budur ki, burada yenə ki, cümləni cümləyə bağlayıb bağlayacaq. Arzu ədatları işlənmiş cümləni istəyir bizdən. Sənin təki dostu olan xoşbəxtdir. Burada sənin kimi, sənin təki. Burada deməli, birinci cümləmizdə burada təki qoşmadır. Ona görə bunu yıxırıq. Barı çəkdim, yol saldı. Burada barı sözü divar mənasındadır. Burada da ədat yoxdur. Barı gəlib çıxaydın, kaş gəlib çıxaydın. Bax, burada barı ədatdır, 3-ü götürürük. Məgər mən bunu bizdə nə istəyir? Ümumiyyətlə, arzu ədatı istəyir. Məgər də ədatdır, amma sual ədatıdır, çıxırıq. O heç də narahat deyildi, tək oğlunun işləri yaxşı getsin, yenə burada da tək ədatdır. Oldu sualımızın cavabı B variantı. Gələk 46-cı testimizə. 46-da deyir, hansı cümlələrdə ədatın müxtəlif məna növünə aid nümunələr işlənmişdir? Deməli, baxaq görək burada nə var. Deməli, hətta avtomobil təmiri idarəsində yenicə işə düzəlib. Yenicə işə düzəlib. Burada hətta avtomobil təmiri idarəsində yenicə işə düzəlib. Burada hətta qüvvətləndirici ədat var, yenicə qüvvətləndirici ədat var. Bizdə müxtəlif məna növü dediyinə görə bir də yoxdur. Məhz bu gün rayona getməlisən, ha. Deməli, burada elə əsl məhz dəqiqləşdirici ədatdır. Getməlisən, ha. Burada da qüvvətləndirici ədatdır. Yəni, müxtəlif məna növləri 2-də işlənib. Deməli, biz 2-ni götürə bilərik. Elə indi bütün fikirlərimi məhz ona deyəcəyəm. 3-də nə işlənib? Elə qüvvətləndirici daha doğrusu elə məhz hər ikisi məhdudlaşdırıcı ədatdır. Ona görə bu ikisi də eyni məna növündə olduğuna görə bunu götürmürük. Kaş bu işdə ancaq məni günahkar bilməyə, deməli, kaş bu işdə ancaq, kaş arzu ədatıdır. Ancaq məhdudlaşdırıcı ədatdır. Məhdudlaşdırıcı ədatdır. Burada deməli, nə oldu? Bayaqki, bunlar dəqiqləşdirici, bu ancaq məhdudlaşdırıcı ədatdır. Deməli, burada nə oldu? Fərqli məna növü oldu. Bizdə müxtəlif məna növü, bəli, elə 2-də 4-də var, hələ ki 2-də 4-də var. Bax, tapşırdıqlarımı da gətir, ha. Burada əmr ədatıdır, bu da əmr ədatıdır. Ona görə bu ikisi də eyni məna növüdür. Yəni, bu işi səndən yaxşı görən varmı? Yəni, burada sual ədatıdır, ümumi də sual ədatıdır. İkisi də eyni məna növündədir. Deməli, 46-cı sualımızın cavabı olacaq 2 və 4. 47-də deyir ki, ədatlarla bağlı doğru fikir istəyir. Başqa nitq hissələri ilə ədatlar arasında sinonimlik yarana bilər deyir. Sinonimlər nəyə deyilir? Sinonimlər belə deyək, yazışı, tələffüzü müxtəlif, mənaları yaxın mənalı olmalıdır və sinonimlər eyni, belə deyək də, eyni nitq hissəsi olmalıdır. Yəni, sinonimlik hansısa bir nitq hissəsinin bizdən sinonimi istəyirsə, həmin nitq hissəsinin eyni olmalıdır. Yəni, fərqli nitq hissələri sinonim ola bilməz. Ona görə birinci fikir yanlışdır. Bəziləri homonimlik xüsusiyyətinə malikdir. İkinci fikir düzgündür. Bir qismi söz cümlə kimi çıxış edə bilir. Bəli, təsdiq inkar ədatları söz cümlə kimi çıxış edə bilir. Düzgündür. Ədatlar öz aralarında sinonimlik yarada bilmir deyir, amma yarada bilir. Eyni məna növü daxilində sinonimlik yaradır. M sual ədatı həm sözə bitişik, həm də ayrı yazıla bilir. Bəli, bu da düzgün fikirdir. Dediyimiz kimi, M əsasən bitişik yazılır. Sən dəmi şəklində olanda, dadə bağlayıcısından sonra o alanda ayrı yazılır. Olacaq 2, daha doğrusu 3 və 5. 2, 3, 5. 47-ci sualımızın cavabı. Gələk növbəti sonuncu sualımıza, 48-ci sualımıza. Deyir, ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi cümləni istəyir bizdən. Ədatla, deməli, biz cümlələrdən nə tapmalıyıq? Biz bağlayıcı tapmalıyıq. Həmin bağlayıcının da ədatla amonimliyi olsun. O, bu işdə ancaq özünü günahkar sayırdı. Bax, burada yalnız ədatdır. Ancaq sözü ədatdır. Yəni, bu bizim şərtimizi ödəmir. Səlbi beləcə qovrulur, ancaq gələnlərə heç nə sezdirmirdi. Bax, burada ancaq sözü bağlayıcıdır və ancaq ədatı ilə amonimdir. Ona görə 2-ni götürürük. Onlar cavanları, yəni Şirzadı, Qaraşı, Mayanı daha çox alqışladılar. Yəni, burada bağlayıcıdır, yəni ədatı ilə, sual ədatı ilə amonimdir. Ona görə, deməli, 3-ü də götürürük. Belə ki, imtahanlar artıq yekunlaşmışdı. Belə ki, burada ümumiyyətlə bütövlükdə bu bağlayıcıdır. Deməli, tabellik bağlayıcısıdır. Ki, belə ki, aydınlaşdırma tabellik bağlayıcısıdır. Bu, elə bir işdir ki, sən onun öhdəsindən layiqincə gəlməlisən. Burada da ki, bağlayıcıdır, yəni tabellik bağlayıcısıdır. Amma ki, sən ki, bunu bilirsən, qüvvətləndirici yaxud sual ədatı ilə amonim ola bilər. Ona görə 2-ci, 3-cü, 5-ci fikirlər deməli, bizdən düzgün fikirdir. 6-ya da baxaq. Nə kəndə getməli havadır. Burada nə özü ədat mövqeyindədir. Ona görə biz bunu da götürürük. Deməli, oldu 2, 3 və 5.
8-ci sualımızın cavabı. Çalışdıq ki, ədad mövzusunu da sizlər üçün izah edək. İnanıram ki, hər biriniz üçün faydalıdır. Kanalımıza dəstək olmağı, rəy bildirməyi unutmayın. Sağ olun.